Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər, hörmətli izləyicilər. Bilirsiniz ki, mən həm 11 dərsin, həm də 9 dərsin PDF formatında buraxılış imtahanlarına uyğun olaraq sınaqlar paylaşmışdım. Və bu sınaqlardan artıq 11-ci siniflər üçün olan demək olar ki, hər birini izahını paylaşdım buraxılış imtahanına qədər. Və təbii ki, növbə 9-larda da 9-cu siniflər üçün olan buraxılış 16 sınaq PDF-indən 13 sınağın izahını paylaşmışam. Bugün inşallah o yerdə qalan 3 sınaqdan birinin izahını paylaşacağım. 6-cı sınağın izahı paylaşılmayıb. Onu paylaşacağım və qeyd edeyim ki, həm onlayn hazırlıq qruplarına, yay qruplarına qeydiyyat başlayıb, həm də növbəti tədris ilində 10-cu siniflər üçün xüsusi metodlarla sıfırdan dərslərimiz keçiləcək və siz də həmin dərslərə ekranda gördüyünüz nömrə ilə qoşulub baxa bilərsiniz. Yəni, mən zəif və mən heç nə bilmirəm kimi ifadələr artıq sizə problem olmayacaq. Çünki hər bir şey sıfırdan öyrədiləcək. Təbii ki, sənin müəyyən bir bazan olmalıdır yenə də. Yəni, sadə şeyləri bilməlisən, ən azı 5-6 sınıfı bilməlisən ki, normal hazırlaşa biləsən. Amma məsələn 5-6-nın kəsirlərdir, mənfi müsbət ədədlərdir falan da. Yəni bu tip sadə şeyləri bilirsənsə artıq sənin üçün heç bir problem qalmayacaq və normal hazırlaşa biləcəksən. Və həmin qruplarda da biz demək olar ki, sıfırdan hər bir şeyi izah edəcəm. Həftədə 2 dəfə dərsimiz olacaq, bir dəfə də izah olacaq. Həmin qrup sentyabrdan inşallah başlayacaq. İndidən qeydiyyatdan keçinci qruplar da olmamış sizi mən həmin qruplara götürə biləm. Və növbədə tədris ilində 11-lər üçün də may qruplarına qeydiyyat başlayıbdır. Deməli, başlayaq sınağın izahına və burada bizim uğurlarımız var. Həm 9-cu sinif üzrə, həm 11-ci siniflər üzrə uğurlarımız var. Hər şey göz önündədir, keyfiyyət göz önündədir. Siz də uğurlu olmaq istəyirsinizsə buyura bilərsiniz. Deməli, 6-cı sınağın izahından başlayaq. 6-cı sınağın izahında bizə görək nədir? Qəşəng suallar, maraqlı suallar var. İnşallah hər birinin izahını gözəl şəkildə verəcəm. Siz də faydalanacaqsınız. Baxaq 6-cı sınağın, o isə 6-nın izahına. Birinci sualda deyir, x-in hansı ən böyük qiymətində ədədi 3 rəqəmli ədədi 3-ə tam bölünür. Deməli, 3-ə tam bölünməsi üçün bizim şərtimiz var, rəqəmlərin cəmi 3-ə bölünməlidir. Burada rəqəmlərin cəmi nə edir? Deməli, 2 üstə gələ, x üstə gələ 3 bərabərdir 5 plus x. Deməli, rəqəmlərin cəmi. Burada x bizə nə ola bilər? X bərabərdir, ola bilər. 1 ola bilər, 3 artır, 4 ola bilər, 7 ola bilər. Ən böyük qiymət soruşduğuna görə doğru cavab 1-də D variantı. Sonra 2-yə baxaq. Birinci kran, birinci hovuzu 6-da 1 sadə, ikinci 9-da 1, üçüncü 18 sadə boşaldır. Deməli, birinci ilə ikinci 6 sadə doldur, üçüncü 18 sadə boşaldır. Hər üç kran eyni anda astarsa hovuz neçə sadə dolar. Birinci ilə ikinci doldurursa, 1 saatda gördüyü işləri toplayıram. İkinci boşaldırsa 1 saatda gördüyü işi çıxıram. Bu da bərabərdir. Ortaq məxrəc olur 18. 3 üstə gələ 2 çıxılsın 1. Bu da bərabərdir. Deməli, 18-də 3-ün üstünə 2, 5, 4. Bu işi görürsə, deməli 1 saatda gördüyü işdir. Deməli, ümumi hovuzu bu 4-də 18 saata dolduracaq. Hər ikisi doldurur. Boşaldır haradan çıxdı. Hər ikisi doldurursa toplayıram da təbii ki bunları. O da olur deməli 18-də 6. Bu da bərabərdir 3-də 1. 1 saat 3-də 1-dirsə deməli ümumi 3 saata dolduracaq. Bu boşaldır yoxdur burada. Səhv baxmışam, üzr istəyirəm. Deməli 2, 4 və 5 ədədlərlə tərs mütənasib hissələrə bölürəmsə, tərs mütənasib hissələrdirsə o zaman olur 2-də 1 x, olur 3-də 1 x, olur 4-də 1 x, 4-də 1 x, sonra 5-də 1 x. Bu tərs mütənasib hissələrə bölünmədir və cəmi bunun 231-ə bərabərdir. Gəl bunları cəmlə 231-ə bərabər eləyək. 2-də 1 x üstə gələk, 3-də 1 x üstə gələk, 4-də 1 x üstə gələk, 5-də 1 x bərabərdir 231-ə. Deməli, bunlara ortaq məxrəc 60 olacaq da.
Deməli, ortaq məxrəc olacaq 60. 60-ı bölürəm 2-yə vururam 1-ə 32. Üstə gələ 60-ı bölürəm 3-ə vururam 1-ə 22. 60-ı bölürəm 4-ə vururam 1-ə 15. 60-ı bölürəm 5-ə vururam 1-ə 12. Bu da bərabərdir 231-ə. Yuxarını hesablayıb çarpaz vuracam. 30, 20, 50, 65, 77. 77x bərabərdir 231 vur 60. Hər tərəfin 77-yə bölsəm, x də bərabərdir. Deməli, 77-yə bölünmür da bu. 231 bölünür da, 71-ə bölünür, 3 dəfə düşür. Hər tərəfin 71-ə bölünür. Elə bilcə x-i tapaq da buradan. 71-ə bölədiyini x-i tapaq. 231 vur 60 böl 77. Deməli, bundan bu gedir, burada qalırız. 3 60-a vuranda 180. İndi mənə əvəzləmələrdə, yəni burada x-i qiymətini 180-də burada yerinə qoyacağım. 180-də 2-də 1-ə vuranda 90. 180-də 3-də 1-ə vuranda 60. 180-də 4-də 1-ə vuranda 45. 180-də 5-də 1-ə vuranda 36. Ən kiçik. Deməli, deyir ki, ən böyük ədədlə ən kiçik ədədin fərqi. Ən böyük 90, ən kiçik fərqinin ən böyüklə ən kiçiyin fərqi 90 çıx 36. Budur da. Bu da bərabərdir 44. 54. Deməli, doğru cavab 3-də D variantı. 4-cü suala baxaq. Bu tip sualların ən gözəl yolu cüt dərəcədən başlayıb həll eləməkdir. Yəni, cüt dərəcədən başlayıb həll eləmək sözünün mənası nədir? Sən hər zaman bilirsən ki, bu nədir? Müsbətdir. Yekun müsbət olması üçün B müsbət olmalıdır. Vəssalam. B-nin işarəsini bilirsən ki, müsbətdir. Yekun mənfi olması üçün bunu sən mənfi bir ədədə vurmalısan. Deməli, B müsbət, C mənfi. C mənfidirsə, bu mənfidir. Yekun mənfi olması üçün bu müsbət olmalıdır. A üstü 5-in özü müsbətdirsə, deməli, A da müsbətdir də. A müsbət. Deməli, müsbət mənfi olur da, onda B variantı. 2 üstü 5-i buradan ortaq vuruq kimi çıxartsam yuxarıdan. Qalacaq 2 üstündə 1 plus 1. Belə. Ümumi üzərində 4-dən işim yoxdur. Aşağıda da nə olur? Aşağıda da olur. Aşağıda da olur. 4-ü yazıram 2-nin kvadratı. Üzəri 9. 27-ni də yazıram 3-ün kubu. Bu da bərabərdir. 2 üstü 5 vurulsun. 2 üstü, bu da olur 3 da. Üstündə 4. Qüvvətin qüvvəti bir-birinə vurulur. 2 üstü 2-ni 9-a vururam. 18. 3-ün kubu. Bunlar çox qəşəng suallardır. Yəni, sən bunları işləsən, sən çox böyük irəliləmiş olacaqsan. Yaxşı mənada. Deməli, hasilin qüvvətini ayrı-ayrı. Həm bunun qüvvətinə baxıram. Yəni, 2 üstü 5-in qüvvəti, həm də 3-ün qüvvəti. Bu da 2 üstündə 18. Bu da bərabərdir. Deməli, yuxarıda olur. Qüvvətin qüvvəti bir-birinə vurulur. 2 üstündə 20. Bu 3 üstündə, bu 3-ün kubu qalır burada. Deməli, bu 3 üstü 4 ilə bu 3-ün kubu gedir. Burada bir 3 qalır. Aşağıda da 2 üstü 18. 2 üstü 18 ilə 2 üstü 20 gedir. Burada qalır 2-nin kvadratı. 2-nin kvadratı 4 vur 3. Bu da bərabərdir 12. E variantı. 6-cı suala baxaq. Vuruqları ayırın. 6. Deməli, x, bunu belə yaza bilərəm da mən. X minus 2-nin kvadratı minus 3-ün kvadratı. Və A kvadrat çıx B kvadrat kimi. Bir dəfə fərqi, bir dəfə də cəmi. Buradan deməli olur 2 çıxılsın 5, x üstə gələk 1. 2 çıx 5, x üstə gələk 1. 6-da doğru cavab B variantı. Deməli, bunu hər bir həddin kvadrata yüksəldirəm. Necə kvadrata yüksəldirəm? Deməli, x üstə gələ 2 bölü x-in çöldən kvadratı bərabərdir 5-in kvadratı. Birincinin kvadratı, birinci ilə ikincinin hasilinin 2 misli, ikincinin kvadratı. 2 bölü x-in kvadratı, 2-nin kvadratı, 1 x-in kvadratı. Kəsirin mən qüvvətini tapan zaman
Həm sürətin qüvvəti, həm məxrəcin qüvvəti. Buradan x kvadratı, bunlar gedir. Üstə gələk 4 bölü x kvadratı. Üstə gələk 2-2-yə vururam 4 bərabər 25. Buradan x-in kvadratı üstə gələk 4 bölü x kvadratı bərabərdir 21. D variantı. İndi əsl bunu soruşur. Soruşsun. Gəl bunu ortaq məxrəc eləyək. Ortaq məxrəc eləsəm, birincinin məxrəcinə bölürəm, sürətinə vururam. Olur x üstü 4 plus 4. Həmin şeydir da. Bizdən soruşda elə bu imiş deməli. 7-də D variantı. 8-ə baxaq. Yerləşən tam ədədləri istəyir məndən. Tam ədədlərin cəmini tapın. Bax, 28-dən 3-cü dərəcədən sən kök alırsan. Yəni, məsələn, elə bir növ ədədləri 3-cü dərəcənin kökün altına salırsan. Məsələn, 3-cü dərəcədən 2-nin kubu, 3-cü dərəcədən 8-dən 2 çıxır. 2 çıxır. 3-cü dərəcədən 27-dən 3 çıxır. 3-cü dərəcədən 64-dən 4 çıxır. Görürsən, 28 və bunların ikisinin arasındadır. Deməli, bundan təxminən çıxacaq 3 tam onda 1. 49-dan 7 çıxırsa, 48-dən də çıxacaq 7-dən kiçik ədəd. 6-da 9 deyək. Bunların arasındakı tam ədədlər 4-dür, 5-dir, 6-dır. Bunların da cəmi sənə verir 15. Tənliyin kökləri üçün ifadəsinin qiymətini tapın. Baxaq. Bu kubu açıram. x1 üstə gəlir x2. Birincinin kvadratı. Birinci ilə ikincinin hasili. İkincinin kvadratı. Bax belə. Kökləri cəmi əks işarəli ikinci həddin əmsalı. -5-in əksi 5. 5 vurulsun. x1-in kvadratı üstə gəlir x2-nin kvadratını sadələşdirirəm. Olur x1 üstə gəlir x2-nin kvadratı. Çıx 2x1 x2. Burada x2 ilə sənin işin yoxdur. Bu qalır. Həsab. Üstədə qoyuram yerə. 5 vurulsun. Kökləri cəmi yenə də əks işarəli ikinci həddin əmsalı. -5, müsbət 5-in kvadratı. Çıxılsın. 2 vurulsun. Kökləri hasildə 3-dür da. Çevrilmiş kvadrat tənlikdir. Buna diqqət edin. X kvadratın əmsalı 1-dirsə, bu çevrilmiş kvadrat tənlikdir. 2 vurur. Çıxılsın. Kökləri hasildə 3. Bərabərdir. 5 vurulsun. 25 çıxılsın 6, çıxılsın 3. Bu da bərabərdir. 5 vurulsun 16. Bu da bərabərdir 80-ə. A variantı. Sonra mən bu tip ifadə gördüm. Eylervenindən məsələni bitirirəm. Hər zaman bu bəli. Mən düsturla edirəm müəllim. Düsturla sadə alınır. Və yaxud da mən məntiqlə taparam. Sən əsas odu tap. Necə tapmağının önəmi yoxdur. Qapalı sualdır. Əsas odu tap. Amma ən gözəl izah Eylervenindən ən sadə və hər zaman bu tip yaza bilərsən. Kəsişmə 12-dir. Enanın B-yə 2-nin 3-ədirsə, buna deyirəm 2K. Buna da deyirəm 3K. Kəsişməyə 12 yazmışam. Sonra yalnız bura yazacağım 2K minus 12. Burada yazacağım 3K minus 12. Və adam sənə birləşməni 28 verirsə, deməli hamısının cəm 2K çıx 12 üstə gəlir 12. Üstə gəlir 3K çıx 12 bərabərdir 28-ə. Deməli buradan 12-lər gedir. Olur 5K bərabərdir 40-a. K bərabərdir 8-ə. Yalnız BA fərqini gəl bir tapaq. K 8 isə 2-ni vururam 8-ə 12-ni çıxıram. 4 bura eləyir. 12 bura eləyir. K-nın yerinə 8 qoyuram da elə bil ki. BA fərqi uşaqlar. BA fərqi buradır. Yalnız B-də olan hissə. Bu hissə yalnız B-də olandır. Bu da 12-dir da. D variantı. 11-ə baxaq. Sonsuz sayda həlli var. Sonsuz sayda həlli varsa x-lərin əmsalları, yəni 1 bölü A bərabərdir y-lərin əmsalı 1 bölü -1 bərabərdir sərbəst həddlər. Buradan çarpaz vursam A-nı alıram -1 -1. Buradan çarpaz vursam B-ni alıram -B bərabərdir 5, B də bərabərdir -5.
-1, -5. 11-də C variantı. Hər tərəfə mən x-i tapmalıyam. Hər tərəfə -1 əlavə edirəm. Ona görə 2x yerləşəcək. -10 ilə 8-in arası. Sonra hər tərəfi 2-yə bölürəm. X yerləşir -5 ilə 4-ün arası. Bunların arasındakı ümumiyyət ədədləri gəlin yazaq. -4, -3, -2, -1, 0, 1, 2, 3. Natural ədədlərin cəmi. Bunların cəmi 6. Təpə nöqtəsinin koordinatları. Bizə hazır düsturumuz var. Y bərabərdir. A vurulsun, x çıxılsın, m-in kvadratı plus n. Bu hazır təpə nöqtəsi ilə verilən funksiyanın belə deyək, yazılışıdır. Şablonudur. Burada m-in yerinə elə 5 durub, n-in də yerinə -10 durub. Yəni təpə nöqtəsinin koordinatları olacaq 5 -10. B variantı. Alfa və beta qonşu bucaqlardırsa, bunların cəmi 180 dərəcədir. Alfa yeni 3 beta yazsam, 3 beta üstə gələk beta bərabərdir 180, 4 beta 180, beta da 45. Beta 45-dirsə gətirib yerinə yazsam, alfa da bərabərdir burada. 135 dərəcə. Bunların da fərqini istəyir da səndən. 135 sıx 45, bu da bərabərdir 90. E variantı. Sonra 15-ə baxaq. Dairənin diametri nöqtələrdir, dairənin sahəsi. Sən dairənin sahəsini tapmaq üçün sən diametrin uzunluğunu tapmalısan. Diametrin ucu nöqtələri veribsə, diametrin uzunluğunu tapmaq üçün 2 nöqtə arasındakı məsafədən istifadə edəcəksən. -3 sıx 5-in kvadratı üstə gələk -4 sıx 2-nin kvadratı. Kök altında -8 edir. Kvadrat 64, kvadrat 36. Bərabərdir. Kök altında 100, bu da bərabərdir 10. Deməli, diametrimin uzunluğu 10-dursa, diametrin öz düsturu ilə tap və yaxud da radiusu tapırsan, radiusun öz düsturu ilə tapırsan. S bərabəri pi-n'in kvadratı. Radius 5-dirsə, 25 pi sənin cavabındır. Kubun tam səthinin sahəsi 24 kvadrat metr olduğuna görə tilin tap. Kubun tam səthinin sahəsinin düsturu var da bizdə. 6a kvadratı bərabər 24. A kvadratı bərabərdir 4-ə, A da bərabərdir 2-yə. Tili 2. Tərəfi 8 cm olan düzgün altı bucaqlının böyük diaqonal. Böyük diaqonal tərəfin ikilisidir hər zaman. Rombun diaqonalın uzunluqları 6-8-dir. Tərəfini tapın. Sən bunu düsturla da tapa bilərsən. Düstursuz da tapa bilərsən. Yəni Pifagorla tapa bilərsən. Deyəsə Pifagor da düsturdur. Yəni düstursuz deyəndə nəyi nəzərdə tuturam? Yəni özünün xüsusi düsturu var da, həmin düstur olmadan deyirəm. Katetləri 6-8 isə katetlər yarı bölünür. 3-3. 8 isə 4-4. 3-4 isə təbii ki, tərəf 5 olacaq. Pifagor ədədləridir. Və yaxud da öz düsturu ilə də tapa bilərsən. Öz düsturu da budur. Əslində o da buradan gəlir. Yəni bu da diaqonalla tərəf arasında qalan bucağın düsturudur. Ədədlər sırasının ən böyük fərqi. Biz ən böyük fərqlə danışırıqsa, təbii ki, burada mənfi ədəddən söhbət gedə bilmir. Ona görə ən böyük fərq ən böyük ədədlə ən kiçik ədədin belə deyim, fərqidir. Burada ən böyük ədəd görürsən ki, budur. Yəni 2-ni qısa vurub üzərinə 3 gəlmişəm. 2-ni qısa vurub üzərinə 1 gəlmişəm. Təbii ki, ən böyük x plus 3-dür. Yəni x-in natural qiymətindən söhbət gedir. Ən kiçik ədəd də elə x-in özüdür. Bunları bir-birindən çıxsam, bərabərdir 6-ya. X üstə gələk 3 bərabərdir 6-ya, x bərabərdir 3-ə. Bizə x bərabərdir 3 verir və deyir ən böyük həddini tapın. Ən böyük həddət bu dairəyə aldığımdır da. 2 vurulsun 3 plus 3, bu da bərabərdir 9-a. A variantı. 20-yə baxaq. Bunu indi loqaritmə falan gəlib yazmaq olar, amma təbii ki, sən loqaritmə keçməmisən. 9 loqaritmə keçmir, ona görə bunu necə yazacam? Diqqətlə qulaq asırıq. Bax, 2x-in yerinə zaten 3 qoyacaqsan bu öz yerində. 3 plus 4 üstü x-i belə parçalayıram. 4 üstü x vur 4-ün kvadratı. 3 üstə gələk. 4 üstü x-i mən 2 üstü x-in kvadratı yaza bilərəm.
Və yaxud da belə yaza bilərəm. 2-nin kvadratı üzərində x vurulsun 4-ün kvadratı 16 bərabərdir. 3 üstə gələk. Qüvvətin qüvvəti onsuz ki, bu 2 ilə x bir-birinə vurulacaq da. Vuruqların yerini dəyişəndə hasil dəyişmədiyinə görə mən bunu belə yaza bilərəm. Bu da bərabərdir. 3 üstə gələ. 2 üstü x 3-dür. 3-ün kvadratı. Vur 16. Bu da bərabərdir. 3 üstə gələk. Demək 9 vur 16. 9 of 6 144 eləyir. Bu üstədə 3 gələndə 147. Doğru cavab 147. 21-ə baxaq. Deməli, bura bir A desən, Pifagora böyük, balaca üçbucaqdan, balaca üçbucaq deyəndə, yəni bunu nəzərdə tuturam da mən. Balaca üçbucaqdan Pifagora görə A-nı taparam. Deməli, olur A kvadratı, üstə gələ 2-nin kvadratı, bərabərdir 6-nın kvadratı. A kvadratı bərabərdir 36 çıx 4, 32. Və buradan, indi ümumiyə baxıram. Ümumidə bura var. Yəni A kvadratı, üstə gələk 7-nin kvadratı bərabərdir x-in kvadratı. 32 üstə gələk 49 bərabərdir x-in kvadratı. X kvadratı bərabərdir 81, x də bərabərdir 9-a. Bizə nə istəyir? X istəyirdi da. X-i də tapdıq. X istəyir. Eyni qövsə söykənin daxilə çəkilmiş bucaqlar bərabərdir. 30-dursa bura söykənir, bura 60-dır. Və bura söykənir. 3-ü də bura söykənir. Onda bu da 60 olmalıdır. Buradan alfanı 72 alıram. Bu da 60 olmalıdır. Daha doğrusu üzr istəyirəm. Daxilə çəkilmiş bucaq söykənli qövsün yarısıdır. Bu da 30 olmalıdır. Buradan alfanı alıram 42. Deməli, bu da 30 olmalıdır. Buradan deməli 2 beta bərabərdir 26, beta bərabərdir 13. Bizdən alfa çıx betanı istəyir. 42 çıxılsın 13. Bu da bərabərdir 29. Yəni, eyni qövsə söykənirsə, həmin daxilə çəkilmiş bucaqlar hər biri bir-birinə bərabərdir. Yadda saxlamaq olar. Sahəsi 64 olan kvadrat 16 bərabər kvadrata bölünmüşdür. Rənglənmiş hissənin sahəsi 1, 2, 3, 4, 1, 2, 3, 4. Bunun hər birinin uzunluğu, yəni bunların hər birinə mən x desəm, sahəsi 64-dürsə, 4x buradır, 4x buradır, ümumi. Eni vur uzun, yəni kvadratın sahəsi 4x-in kvadratı bərabərdir 64, 16x kvadratı bərabərdir 64, x kvadratı bərabərdir 4-ə, x də bərabərdir 2-yə. Tərəf fikridir. Bax, rənglənmiş hissəyə mən necə baxacam? Təbii ki, burada 90 dərəcədir. Bu təpədən çəkilən hündürlükdür. Üçbucağın sahəsi nədir? Oturacaq. Yəni, bunlara hamısı x-dir. Bunlar yəni kvadratdır deyib, bütün tərəflər x-dir. Və x-i mən 2 tapmışamsa, onda bura olur bütöv 8. Bu hündürlükdə 2 dənə x-də olur 4. Üçbucağın da sahə düsturu. Tərəf, bu tərəfə çəkilən hündürlük hasilinin yarısı. 16. 24. Oxşarlıq da təbii ki. Bura 4-dür. Bura 3-dürsə, avtomatik bura 5 qalır. Bura 6-dır. B-ni tapın. Bura x desəm. Təbii ki, 90'lar varsa, onda bura onda M-in təbii ki, nəyə paraleldir? B-siyə. Niyə görə? Çünki bura 90'dır. Bura 90'sa deməli bu paraleliymiş də. Başqa vaxt olmur axı. Bura bir alfa desəm, bura da olur alfa. Və bura bir beta deyirəm mən. Ümumi ABC üçbucağı AM-ə oxşardır. Və buradan ümumidə 90'ın qabağındakı x üstə gələk 5'in, baləcədə 90'ın qabağındakı 5'ə nisbəti, sonra ümumidə alfanın qabağı ilə işləyirəm 10'un, baləcədə alfanın qabağında 4'ə nisbəti. Bunu həll eləyək. 4 vurulsun x üstə gələk 5 bərabərdir 50'yə. 4x üstə gələk 20 bərabərdir 30'a 50'yə. Buradan deməli 4x bərabərdir 30'a. X də bərabərdir 7,5'ə. Sonra 25'in suala baxaq. 2 dənə modulu verirsə bu sıfırdan kiçik ola bilməz. Ancaq sıfıra bərabər ola bilər.
2x minus 10 bərabərdir 0-a. 2x bərabərdir 10-a. X də bərabərdir 5-ə. 2 dənə müsbət ədəddir. Bunların cəmi 0-dan kiçik ola bilməz. Ancaq 0-a bərabər ola bilər. Yəni bu formada ola bilər. Və belə olan halda da 2 müsbət ədədin cəmi 0 olması üçün ayrı-ayrılıqda 0 olmalıdır. Buna aid dəfələrlə çoxlu sayda tapşırıqlar işləmişik. Buradan y bərabərdir 3. Bizdən x minus y soruşur deyə 2. Uğurlar. İnşallah növbəti izahlarda görüşərik. Sağ olun. Özünüzü qoruyun.